Salam değerli futbol azarkeşleri, Extra Time Futbol kanalı sizleri salamlayır. Qarabağın legioner futbolcusu Emanuel Addayi yeni mövsümə top 5 ligalardan birində başlayabilir. Bu barədə Britaniyanın məşhur Futbol Insider nəşri məlumat yayıb. Nəşrin məlumatına görə İngiltərənin bir sıra klubları, eləcə də İtaliyanın Napoli və Almaniyanın Eintracht Frankfurt komandaları 24 yaşlı qanalı futbolcu ilə maraqlanırlar. Hətta Eintracht Frankfurt komandasının qış transfer pəncərəsi dövründə oyuncunu transfer etməyə çalışmışdı. Ancaq Qarabağ klubundan Bundesliga klubunun təklifinə müsbət yanaşmasalar da Eintracht'ın hələ də Addayi ilə maraqlandığı bildirilir. Addayinin Qarabağla müqavilə müddəti mövsüm sonunda başa çatacaq. Avropadan aldığı təkliflər səbəbilə isə futbolçunun Qarabağla müqaviləni yeniləmək istəmədiyi bildirilir. Emanuel Addayinin bu yay keçiriləcək dünya çempionatı üçün Qana milli komandasının heyətinə də cəlb ediləcəyi gözlənilir. Qarabağın digər futbolçusu Pedro Bicalho isə İtaliyanın Fiorentina klubunun maraq dairəsində olduğu bildirilir. Bicalho'nun Qarabağda qalıb qalmayacağı isə hələlik dəqiq məlum deyil. Videonu bəyənib kanala abunə olmağı unutmayın.